Azərbaycan Dövlət Aqrar Universitetinin və Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə Qərbi Azərbaycana qayıdış layihəsi çərçivəsində dəyirmi masa təşkil edilib. Dəyirmi masada çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov Qərbi Azərbaycana qayıdışın milli kimliyimizin, tarixi yaddaşımızın qorunması və ədalətin bərpası baxımından xüsusi önəm daşıdığını vurğulayıb. Bildirib ki, dövlətimiz bu məsələyə xüsusi diqqət ayırır və Azərbaycan Dövlət Aqrar Universiteti olaraq gənclərimizi bu istiqamətdə maarifləndirmə işini daim diqqət mərkəzində saxlamalıyıq. Sonra Milli Məclisin deputatları Məlahət İbrahim qızı, Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Mahir Hüseynov və digərləri çıxış edərək Qərbi Azərbaycana qayıdışın təkcə siyasi deyil, eyni zamanda tarixi və mədəni aspektlərdən də mühüm məsələ olduğunu diqqətə çatdırıblar. Həmçinin Qərbi Azərbaycanın tarixi mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsinin əsas vəzifələrdən biri olduğu qeyd edilib. Daha sonra Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığının Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının binasında İrəvan Xalq Çalğı Alətləri ansamblının konserti keçirilib. İrəvanda xalq qalmadı, sonralar kimi bu qız İrəvanlıdır, Zəngəzur butası, Göyçə gülü və Gümrüğün faytonları kimi qədim xalq mahnıları səsləndirilib.